Yox, gedib oyuncağımla oynamaq istəyirəm. Böyüyəndə kim olmaq istəyirsən? Müdür. Nə baş verdi, nə gördün məktəbdə? Heç nə. Müəlliməni bəyənmisən, dərs öyrənməyi bəyənirsən, sevirsən ümumiyyətlə? Yox. Böyüyəndə kim olmaq istəyirsən? Diş həkimi. Nə? Aparatik. Bugün məktəblərin qapısı yenidən açılır. Azərbaycanda yeni tədris ili başlayır. Kimisi sevinclidir, dostlarını, müəllimələrini yenidən görəcək. Kimisi isə biraz kədərlidir, çünki yay tətili başa çatır. Bu il Azərbaycanda 2 milyondan çox təhsil alan olacaq. Onlardan 130 mini birinci sinifə ilk dəfə qədəm qoyan uşaqlardır. Demək, bu il 130 mindən çox uşaq üçün həm yeni ümid, həm də yeni başlanğıcların addımları olacaq. Bilirsiniz ki, yəqin Təhsil Nazirliyinin təşəbbüsü ilə bizdə 0-cı siniflər oldu. Həmin uşaqlar 0-dan artıq qalxıblar 1-ci sinifə. Ona görə heç bir problem, ağlamaq və yaxud da kədərlənmək, belə bir hisslər olmadı uşaqlarda. Şükürlər olsun. Yaxşıdır hər şey, sevinclidirlər. Böyüyəndə kim olmaq istəyirsən? Şey olmaq istəyirəm. Nə? Aparatik olmaq. Nə? Aparatik. Yaxşı oxuyacağam. Yaxşı oxumaq üçün nə etmək lazımdır? Yazmalıyıq. Həmişə 5 almalıyıq. Hə. Afərin sənə. Sənə uğurlar. Çox sağ ol. Dostların var məktəbdə? Hə, budur. Adı nədir dostunun? Təzad. Sən nə olmaq istəyirsən böyüyəndə? Müəllimə. Məktəbdə nələr öyrənəcəksən, necə? Bunları. Niyə yaxşı hiss edirsən? Nə baş verdi? Nə gördün məktəbdə? Heç nə. Necədir məktəb? Əladır. Salam. Aleyküm salam. Böyüyəndə kim olmaq istəyirsən? Müdür. Şeirin yadından çıxır. Böyüyəndə kim olmaq istəyirsən? Diş həkimi. Diş həkimləri nə edir ki, Aydan? Dişimizi çıxardır. Böyüyəndə kim olmaq istəyirsən? Polis. Polis olmaq üçün nə etmək lazımdır məktəbdə? Oynamaq? Çoxlu oxumaq. Hüseyin. Hüseyn, məktəbə gəldin, nə gördün məktəbdə? Nə bəyəndin? Uşaqları. Adı nədir? Sami. Samir? Yox, Sami. Yox, gedib oyuncağımla oynamaq istəyirəm. Müəlliməni bəyənmisən, dərs öyrənməyi bəyənirsən, sevirsən ümumiyyətlə? Yox. Mən məktəbə gedirəm, ah çəki yoldan ötən. Övladlarım boy atır, gözlərin aydın vətən.